Tamaşaçımızdan bir sual gəlib, elə istəyərdim ki, olduğu kimi də oxuyum. Deməli, Vüsal bəy, sual verir ki, yalancı ISO sertifikatları verən təşkilatlar varmı ümumiyyətlə? Vüsal bəy, zəhmət olmasa şərh verərdi. Bu suala belə qoysaq daha yaxşı. Doğruçu ISO sertifikatı verən şirkətlər varmı? Yəni, biraz çox azdır say. Çox azdır. Yalancı və doğruçu arasında fərq nədən ibarətdir? Mən sizə bir dənə söz deyim. Bu çox uzun müzakirə tələb edən bir mövzudur. Mən çox qısaca bunu bildirəcəm. Ümumiyyətlə, qısaca bir izah verdik ki, misal üçün biz hansısa bir quruma gedəndə, bir xidmət istəyəndə bizdən şəxsiyyət vəsiqəmizi istəyirlər, vəsiqəni götürürlər, bizə baxırlar və onun əsasında biz olduğumuzu aydınlayırlar. Ancaq bugün Azərbaycan reallığında bir çox tenderlərdə, bir çox satın alma layihələrində bu sertifikatlar tələb olunur və şirkətlər də kütləvi şəkildə bunu istəyirlər. Yəni, cənab prezident də özü çıxışlarında bildirib ki, bizə beynəlxalq standartlara uyğun şirkətlər lazımdır. Çünki Azərbaycan beynəlxalq cəmiyyət dünyaya açılır, bura investisiyalar gəlir və bu çox əhəmiyyətlidir. Ancaq bəzən baxırıq ki, bir çox işbazlar bunu biraz fərqli anlayıblar. Heç bir standartın tələblərinə rəayət edilmədiyi halda sertifikatlar təqdim olunur. Standartın tələbləri nədir? ISO 9001 standartı deyir ki, bir şirkət daxilində ciddi bir struktur olmalıdır. Bütün əməkdaşların fəaliyyətini əhatə edən vəzifə təlimatları, prosedurlar, iş axışları, şirkət daxilində mütəmadi aparılan auditlər, monitorinqlər, iclaslar, iclasların protokolları, uyğunsuzluqlar, auditlər, işçi performans dəyərləndirmələri, müştəri məmnuniyyəti anketləri, risk qiymətləndirmələri. Yəni, bunu mən en qədər saya bilərəm. Bunlar varsa və sənədləşirsə, işçi heyətin bundan məlumatı, icraatı varsa, o şirkət ISO 9001 standartına nail olur. Bizim bugünkü sertifikatların sayına baxsaq, şirkətlərin sayına baxsaq, biz belə başa düşə bilərik ki, Azərbaycandakı idarəetmədən üstün idarəetmə yoxdur. Amma tamamilə bu elə deyil. Çünki burada şirkətin adını sadəcə WhatsApp-da göndərməklə şirkətə dərhal bir sertifikat gəlir. Heç bir reestr kökü yoxdur. Bu hamıya aid deyil. Yəni, bir çox şirkətlərdə belədir. Heç bir sənədləşməsi yoxdur. İşçilərin ümumiyyətlə bundan xəbəri yoxdur. Və onunla bağlı heç bir prinsip aparılmır. Məsəl üçün fərqlidir. Bizim xidmətlərimizdə, biz də bu fəaliyyətin bizdə deyəndə, Vüsal bəy, üzr istəyirəm, sizdə təşkilatın adı necə gedir? Təşkilatımız Revisa MMC-dir şirkətimizin adı. İşimiz bu ISO standartlarının tətbiqi ilə bağlı bir prosesdir. Biz dəstək oluruq orada. Standartın tələblərinə uyğun sistem qurulur. 5-6 aylıq çəkən bəzən proses olur, bütün heyət buna öyrədilir. Hətta audit imitasiyası aparılır ki, nələr yoxlanılacaq, bizdə hansı uyğunsuzluqlar var, dar boğazlar nədir bizdə, riskli nöqtələr, toqquşmalar, şöbələr arası konfliktlər, səbəbi, yaranma uyğunsuzluqları, kök səbəb, root cause analiz aparılır, risk assessment aparılır və sonda şirkət həqiqətən də hiss edir ki, onun problemi hardadır və necə idarə etməlidir. Və bütün heyət buna sinxron şəkildə, bütün şöbələr, biznesin bütövlüyü qorunaraq mərkəzləşmiş şəkildə inteqrasiya olunur. Və gələn audit də həqiqətən hər bir şeyin şəffaflığını və doğrudan da sənəddəkinin realdakının sənəddə olduğunu görür. Və ürək rahatçılığı ilə də bu sertifikatı verir.